Keçən əsrdən qalan məktublar. Kağızları saralıb, boğulub, mürəkkəbi bozarıb. Keçən əsrdən qalan bu məktubları oxuduqca sanki həmin dövrün söhbətlərini eşidirsən. Rəşid, bala, mənim qəlbim ilal oldudur ki, ona sevincini, nə də kədərini gizlədə bilir. Bu məktublarda fərəh və qüssə, qayğı və inam, əzəb və minnətdarlıq hissləri vardır. Bu məktublarda mən atamın sevincinə, kədərinə şərik olurdum. Əziz ata, surətin qəlbimdə, səsin qulağımda. Çalışıram ki, tövsiyələrini həyata keçirim. Oğlum, Rəşid. Səni görməkdən ötürü burnumun ucu göynəyir. Gözümün nuru. Görən sən indi hardasın? Qərib ölkədə neynirsən? Yeməyini kim pişirir? O yeməklərə alışa bilmirsən mi ya yox? Kaş yolun belə uzaq olmayaydı, oğlum. Onda hər gün sənə çox istədiyin gücə plov göndərər. Rəşid bəy Axundovun adının unudulduğunu iddia eləmək düzgün olmazdı. Atası Mirzə Fətəl Axundova həsr olunmuş müxtəlif monoqrafiya, tədqiqat və elmi yazılarda Rəşid çox tez-tez xatırlanır. Amma bir qayda olaraq iş bu xatırlatmadan çox da uzağa getmir. Halbuki Rəşid bəy Axundov heç də nəzərə çarpmayacaq dərəcədə adi şəxsiyyət olmayıb. Ay Fətəli, ay balam bəsdir yazdın, bəsdir oxudun, gözünün nuruna heyfin gəlsin. Aytol, Puşkinin ölümü məni elə sarsıdır ki, yuxum ərşə çəkilir. Əzəbimi, kədərimi cilovlaya bilmirəm. Nə oxuyursun ki? Şərq poeması, qulaq as bu. Rayonsuz səhər açılır, oxu Fətəli, oxu. Gözlərimdən yuxu qaçmış, məni boğmaqda xəyal. Düşünən beynimi sarmış yenə bir qəmli sual. Niyə solmuş o çəmənlər ki, ötüşmür quşlar? Yoxsa göylərdə dərin, pərdəli bir hikmət var? Niyə şeirin yolu bağlandı? Səbəb var bəlkə. O günəş batdı mı, sənət gülünə düşdü ləkə? Bir nəzər sal. Nə qədər şöq var aləmdə gözəl. Bu təbiyyət nə qədər nazlıdır hərdəmdə gözəl. İşvəli, nazlı sənəm şivəsi görmək mümkün. Qapanıb şairimin gözləri eyvah bugün. Fətəli, mən qorxuram. Nədən qorxursan? Qorxuram ki, Rusiyanın iki başlı qartalları Puşkini məhv etdikləri kimi səni də bizim bu qara güruhlarımız məhv edəcəkdir. Onlar məni məhv edə bilməzlər, Toğul. Səndə heç qorxu hissi yoxdur. Qorxu onsuz da bəddir. Özü qapımızı döyüb təşrif buyurur. Amma mən qorxuram. Qorxuram ki, qara bulutlar başımızın üstünü kəssin.
Bizim əqidəmiz elə saf, elə möhkəmdir ki, bax elə bu bizim havamız, çörəyimiz və suyumuzdur. Əqidə, məslək. Bunlar yaxşı şeydir. Başa düşən ola. Ayfət Əli, sən ki, sonsuz səhrada təksən. Yoxdur bu. Mən tək deyiləm. Hə, yaxşı yadıma düşdü. Mirzə Şəfi gəlmişdi axı. Xeyr oğlum, onun gəlişi səbəbsiz olmaz. Yaman səni görmək istəyirdi. Mirzə başı bəlalı şairdir. Xoş xəbər ona yaddır. Vay Fətəl, deyir ki, Moğla Sirpan ona göz verib işıq vermir. Qaldığı daxmadan da qovdurtturur. Bilirsən Tubu, Mirzə Şəfi bədəmənlərdən qorxub çəkinən deyil. Onun gücü şeirlərində, xalqının marifindədir. Bir də bilirsən, Moğla Sübhanlar onu şərlədə bilər. Ancaq öldürə bilməzdir. Hə, Fətəli. Dedi ki, bəs qonağı var. Xaricdən gəlib. Adı da Bodenstedt. Mirzənin şeirlərini çox bəyənib. Öz vətənində Alman dilində çap etdirəcəkdir. Sonra çoxlu söhbətlər eləyiblər səndən. Mirzə dedi ki, Fətəliyə xüsusi hörmətim var. Mirzə tələbələri arasında ən çox hörmət mənə bəsləyərdi. Hə, danışırdı. Elə sevinirdi ki. Amma ay Fətəli, Mirzənin siması heç xoşuma gəlmədi. Hiss olunur ki, ruhça yaman düşür. Ay Tubu, zamanı nəinki simamızı, hətta şuurumuzu da dəyişməyəcəkdir. İnsan belə həyatda yaşamaq belə istəmir. Bax, elə ona görə də mən yaşadığımız həyatı qamçılayıram ki, bəlkə o bir balaca yaxşılığa doğru dəyişir. Mən həm vətənlərimi ona görə tənqid edirəm ki, onları sevirəm. Onların işıqlı gələcəyinə inanıram. Azərbaycanın çox qüdrətli oğulları var Tubu. Onlar xalqının zəkasını dünyaya tanıtmağa qadirdirlər. Nizami kimi filosof, şair olan bir xalq bədbin ola bilər? Əlbəttə yox. Amma nə edəsən ki, bu qara güruhun əlindən rahatlığımız yoxdur. Fəsad ilə dolu göylər edərkən tərsinə dövran. Tükənməz qəmdən olmuşdu, könül dərdli, ürək nala. Nə yaxşı əzbərləmsən Aytuba? Sənin yazdığın şeirlərə biganə qalmaq olur ki. Biganəlik bizim zəmanəmizdə nadir hal deyil. Yaxşı, dur. Səhər də açıldı. Dur, get dincini. Dur. Ay Fətəli. Dur, bəsdir. Dur, get dincini, bəsdir. Gecən xeyrə qalsın. Mirzə Fətəli Axundovun epistolyar irsində onun oğlu Rəşid bəylə məktublaşması xüsusi yer tutur. Böyük sənətkarın ölümünə qədər davam edən bu məktublaşma Rəşid bəyin Brüssel Universitetində oxuduğu 1874-1878-ci illəri əhatə eləyir. Mənim oğlum Tiflisdə doğulmuş, 1863-cü ildə 1-ci Tiflis Klassik Gimnaziyasına daxil olub, oranı 1872-ci ildə bitirmişdir. Nə yazırsan ata?
Tərcümə halını yazıram, bala. Canişinlik bu il sənin Brüsseldə oxumağına icazə verəcək. Deməli bu payız yola düşəcəm. Həyəcanlanırsan? Yox. Amma qorxuram sizdən ötürü darxam. Tarını da özündən apararsan. Darxanda çalarsın. Ata, təzə muğam öyrənmişəm. İstəyirsən çalım qulaq as. Musiqini çox erkən yaşlarından öyrənən Rəşid yaxşı tar çalır, bu məşğuliyyətdən böyük zövq alırdı. Rəşid! Hələ bir qulaq as gör nə yazmışam. Birdən canişinlik icazə vermədi. Onlara qalsa icazə verməzlər. Çünki müsəlmanın sivilizasiya tapmağı onları heç də maraqlandırmır. Daha doğrusu qorxuzur. Amma sən oxumalısan Rəşid. Xalq daşlı kəsəkli yollarla inkişaf edə bilməz. Sən bizə təzə yollar çəkməlisən. Sənin çəkəcəyin yollarla biz sabaha, gələcəyi irəliləməliyik. Yoxsa bu dərdin əlində itib batarıq. Ata, sənə qurban olum. Anamı yola gətir, qoy özünü dərdə salmasın. Ana məhəbbəti kör olar bala. Mən özüm o ilə danışaram. İndi isə qulaq as gör, canişinliyə nə yazmışam. Qafqaz Canişini Baş İdarəsi Dəftərxanasının direktoru, həqiqi dövlət müşaviri Həzrət Əşrəf Nikolay İvanoviç Baranovski cənablarına. 9 aprel 1874-cü il, Tiflis. Mənim 20 yaşında olan oğlum Rəşid Bəyaqundov 2 il bundan qabaq Tiflis Klasik Gimnaziyasının tam kursunu bitirərək elmləri öyrənməsinə dair lazımi atestat almışdır. Hal-hazırda o, mənim şəxsi himayəmdə xaricə Belçika məmləkətinin paytaxtı olan Brüssel şəhərinə getmək və oradakı mühəndislik məktəbinə daxil olaraq bu ixtisası öyrənmə arzusundadır. Buna görə də mən siz cənabınıza müraciətlə acizanə xahiş edirəm ki, Qafqaz Canişini Baş İdarəsinin rəis cənabından siz mənim oğlum üçün Belçika sarayındakı Rus elçisinin üstünə göndərilən bir tövsiyə məktubu alasınız. Və bu yolla da bütün təhsil müddətində mənim oğluma iltifat üzündən himayə göstərilməsini xahiş edəsiniz. Hə, necə yazmışam? Çox gözəl yazmışsın. Çox gözəl yazmışsın. Rəşid, geç otağına. Yox, yox, bıraxmaram. Bircə oğlumu gözümdən uzağa bıraxmaram. Ay anne, sən sakit ol. Sakit olmaq istəmirəm. Rəşid, dedim ki, keç otağına. Onsuz da məni yola gətirə bilməyəcəksən. Onsuz da məni yola gətirə bilməyəcəksən. Vallahi Şapan düz deyir. Düz deyir, sənin Allahsızlığın özündən bütün uşaqlar bana gedir. 5 bala məzarı onsuz da mənə göz dağıdır. İndi də Rəşidi göndərirsən Allahu Ekber'in qutaracağını. Hərgah Allah Rəşidi də mənim əlimdən alsa, özünə qəsd edərəm. Rəşid ağıllı baladır. Sənə qurban olum Fətəli. Oğlumuzu qürbət yerə göndərmə Fətəli, sənə qurban olum. Rəşid ağıllı baladır, ona Brüsseldə heç bir şey olmaz. Yox, yox, qoymaram. Bircə balamı gözündən uzağa bıraxmaram. Bu bizə ali təhsili mühəndislər lazımdır. Başa düşürsən, mühəndislər lazımdır. Cəmaatın ahun aləsindən zara gəlmişəm. Dözməyə taqətim qalmayıb. Sən gəl, dinə sataşma. Allahın yaratdığı o əlifbadan əl çək. Axı Quranda ərəb əlifbası ilə yazılıb. Bu, mən səni saatlarla bu barədə mövzə eləmişəm. Amma sən də məni başqaları kimi məzəmmət edirsən. Həsən bəyin yazdığı o məktub yaman ağlıma batır. Yalan yazmır ki, düz yazır. Yəni bizim əlifbamız o Çinlərin, Yaponların hierogliflərindən də çətin yazılıb oxulur, hə? Hə? Niyə də susursan? Niyə susursan? Niyə susursan? Susmuram. Mən başladığım işin işıqlı gələcəyinə inanıram.
Başa düşürsən, başladığım işin işıqlı gələcəyinə inanıram. İnan. Ne olur? İnan. İnan. Ama boş ki ahırda biricə Müslüman tapılmasın ki səni çiyinlərinə qəbristanlığa qədər apara bilsin. Rəşidin canı sağ olsun. Reşit. Sen gelmene bağlı. Fetel. Bir şey bana yazgın gelsin. Fetel. Bu Rəşid bizə tez-tez məktublar yazacaq. Ata! Sen bana her attığın başı dert üstüne getirirsin. Ata! Allah sana insaf versin. Rəhmətullah. Faytonçu deyir səhər tezdən çıxmağımız var. Yok yok. Bırakmaram. Bir işe bağlamı gözümden uzağa bırakmaram. Yok. Ay ana, mən də... Allah bana. Hiç olmasın senin bana yazgın gelsin. Ay ana, mən daha böyük oğlanam. Tezliklə universiteti qurtarıb qayıdacağım. Yok. Bu, sən də Şəhrabanı xanım olmayacaqsan. Şəhrabanu. Mən o Şəhrabanını necədən ki duyuram, necə də gözəl duyuram. İmkanım olsaydı, dərvişi köməyə çağırardım. Ay ana, deməli atamın qəhrəmanı sən özünmüşsən. Mənə gülmə ay bala. Mən ki çalışıram atanın elədiyi bu hərəkətə haqq qazandıram. Amma ürəyimlə bacara bilmirəm. Ay ana, mən oxuyub gələndən sonra çalışacağım ki, xalqımızın gözəl yolları olsun. Bu yollar mənim xalqımı işıqlı gələcəyə aparsın. Çox sağ ol oğlum. Atam, sənin bu ömür yoluna nur diləyir. Deməli, qərarınız qətidir. Qətidir ana. Sənin o qədəmlərinə nur diləyirəm. Həmişə düşün ki, atam, anam sənin yolunu həsrətlə gözləyəcək. Sənə qurban olum. Ay baba. Faytonçuya de, sabah tezdən yola düşürsən. Avropanın mədəni mərkəzlərindən olan Brüsselə gəlişim mənə çox şey verdi. Mən həvəslə elmi biliklərə yiyələnir, çoxlu oxuyur, teatr və muzeylərdə olur, yaradıcı ziyalılarla tanışlıq əlaqələri yaradırdım. Hər kəs öz meylinə müvafiq karyera seçir. Mən də mühəndislik karyerasına intikhab etdim. Belçikaya qısa yolla gəlmişdik. Öz yol macəraları barədə Rəşid mənə yazır. Bizi yolda yaxşıca soydular.
Atacan, əlbəttə bu ifadələrim üçün üzr istəyirəm. Mehmanxanaların birində gecələdikdən sonra səhəri universitetə yaxın bir yerdə mənzil axtarmağa getdim və həmən mənzili tapdım. Asuda vaxtlarımı məşğələlərə sərf eləyə bilirdim. Elə Brüsselə gəlişimin ikinci günü Politexnik məktəbinə gedib, məktəbin prezidentinə imtahanlarda iştirak etməyə arzumu bildirdim. Ata, mən artıq Belçika Azad Universitetinin tələbələri sırasına daxil olmuş, ora 215 frank ödəmişəm. İmtahanlar isə hələ oktyabrda başlayacaq. O vaxta qədər mənim universitetin kitabxanasından istifadə etmək, ha belə bəzi məşğələləri dinləmək hüququm vardır. Lakin mən imtahanlara hazırlaşmalıyam. Buna görə özümə yaxşı bir professor tapacağam. Politexnik məktəbin prezidenti onun ünvanını mənə vermişdir. Oğlum, mən inanıram ki, səni ali məktəbin prezidenti, ali təhsili professoru Schmidt, fizika riyaziyyat professoru Rousseau, eləcə də başqaları qəbul etmişlər. Professorlar onun müvəffəqiyyətini belə izah edirlər. Siz parlaq bir imtahan verdiniz. İnanırıq ki, bizə aşladığımız hüsnü təvəccühü həmişə doğruldacaqsınız. Buranın universitetində birinci kursdan ikinci kursa keçməkdə nələrin məcburi tələb olunduğu ola bilsin ki, sizə maraqlıdır. Ona görə də mən sizə kursun qısa proqramını yazmaq istəyirəm. Ən başlıcası ona görə ki, bizim ülamalara təhsilin nə demək olduğunu göstərəsiz. Qoylar görsünlər ki, bizim əlifbanın sayə-i mərhəmətindən burada 1 ilə keçiriləni şərqdə 30 ilə keçmək mümkün deyildir. Bütün bunlar mənim əlifbanı dəyişdirmək cəhdimin doğruluğunu bir daha sübut edir. Elə düşünürəm ki, gələn ilin iyununda imtahanlarımı müvəffəqiyyətlə həmişəkindən tez verim və bütün yayı asud olum. Əgər o vaxta qədər işlər necə lazımsa getsə və əlbəttə siz bir şey göndərməyə bacarsaz, Paris sərgisinə gedəcəm. Rəşid, imtahanların gedişatı haqqında mənə tez-tez məlumat verir. Əgər sizə düzünü desəm, bundan az da olsa narahat olmamalısınız. Əksinə bu sübut edir ki, mən həqiqəti gizlədən bir çox başqaları kimi hərəkət etmirəm. Ələxüsus ona görə ki, siz məni sərbəst böyütmüsünüz. Öz iradəsi, öz istəyi olan bir adam kimi. Hətta burada məni siz göndərməmsiniz. Özüm istəyərək gəlmişəm. Tam təhsil və tərbiyə almaq üçün. Atacan, siz bilirsiniz ki, kiməsə qulluq göstərib qarşısında baş əymək mənim xarakterimdən uzlaşmır. Rəşidin bu sözlərini oxuyarkən Kəmali Dövlədən aşağıdakı sətirlər yada düşür. İran əhli bugünə qədər anlamamış ki, uşaqların tərbiyəsində çubuq və sillə vurmaq onların əxlaqını pozar, təbiətlərini alçaldar, fitri cövhərlərini boğar, qorxaq və yalançı edər. Atacan, bax elə bunun üçün də mən istəyirəm ki, hər hansı bir peşədə mütəxəssis olum, yad adamlara xidmət etməyə məcbur olmayım. Rəşid Hayırdan pis hazırlaşdığını hiss edər və bu barədə mənə şübhələrini yazardı. Siz bilməlisiniz ki, universitetdə hər hansı bir diplomu almaq üçün tələsmək lazım deyildir. Çalışmaq lazımdır ki, bu diploma həqiqətən layiq olasan. Vətəndən uzaqda sənə ağır həyat, maddi çətinliklər qorxutması. Sənə yaxşı mühəndis lazım olmaq üçün nə qədər lazımsa Brüsseldə qalmağına icazə verirəm. Necə olursa olsun, burada 6 il qalmaq lazım gəlsə belə, mən torpağımıza mühəndis diplomu almadan qayıtmayacağam. Bu mənim qəti qərarımdır. Bir çox Avropalı tələbənin universiteti birtəhər qutarıb, birtəhər də diplom almaq cəhətlərindən danışarkən çox düzgün fikirləşirsən. Onların bu diplomu nəyə xidmət edəcək? Onlar hər hansı bir çətin, ciddi bir işdə təcrübədən keçirib, biliklərini yoxlayandan sonra kim onların biliklərinə inanacaq? Əlbəttə heç kim. Rəşid diplomu pul qazanmaq üçün istəyən bir çox tələbə ilə rastlaşırdı. Amma o belə münasibətlərdən söhbət açanda ilk növbədə mühəndislik peşəsinin ictimai əhəmiyyətindən çıxış eləyirdi. Hər kəs əlbəttə öz fikrində azaddır.
Ancaq mənə qalırsa pulla hesablama ikinci dərəcəli işdir. Bu sözlər gəlişi gözəl sözlər deyildi. Rəşid, bala, sən maddi ehtiyac keçirirsən. Burada yaşamaq çox baha başa gəlir. Hərəmiz gündə bir yemlik mətbəx xörəyi ilə keçinməli oluruq. Hərdən adicə çörək və Holland pendiri ilə. Öz məhdud yeməyini Rəşid Romanın məşhur qarınqulusu Luqqullun əhvalatları ilə yumorsuz müqayisə eləyə bilmirdi. Universitet xoşuna gəlirmi? Həm də ki, yox. Bilirsiniz, atacan, universitet yaxşıdır. Amma qayda-qanunla əlaqədar bəzi çatışmamazlıqlar var ki, bu da bəzi tələbələr üçün xüsusilə zəruridir. Amma ümumiyyətlə mən razıyam. Professorlar da kursu əla oxuyurlar. Mənə də lazım olan elə bunlardır. Yerdə qalanları mənə aid deyildir. Oğlum, mən çox sevinirəm ki, sən ilk mühəndislik təhsili almış Azərbaycanlılardan olacaqsın. Brüssel Universitetini bitirənlər yollar mühəndisi, dağ mədən istismarı, mexanik, manufaktura mühəndisi kimi ixtisaslar ala bilirdilər. Heç kəs mən tək qərib yar olmasın, çarəsiz həm aciz, həm xar olmasın. Məni hicran dərdi cana gətirmiş, məni hicran dərdi cana gətirmiş. Təbib ki, tapılmır bimar olmasın. Heç kəs mən tək qərib yar olmasın, çarəsiz həm aciz, həm xar olmasın. Məni hicran dərdi cana gətirmiş, təbib ki, tapılmır bimar olmasın. Bəs, oxuma. Qadan almaya Rəşid. Mən daha bu qəribliyə dözə bilmirəm. Məni yaman kövrətdin. Niyə ağlayırsan? Ağlamayım, neyiniyim axı, Rəşid. Sən bütün günü evdə yoxsan, heç kimlə bir kəlmə danışa bilmirəm. Ev sahibəsindən də bir söz soruşanda, üzümə baxır, hırıldayır. Mən də ona baxıb hırıldayırım. Qazan almay Rəşid. Göndər məni gedim Tiflisə. Mən səni başa düşürəm, ay Nəcəf. Başa düşürəm. Zavallı, başa düşürəm ki, qərib ölkədə yaşamaq nə qədər çətindir sənin üçün.
Amma fikir eləmə. Bu yaxınlarda sənin haqqında bir şey fikirləşərəm. Amma sənsiz yaman darıxacam, ay Nəcəf. Atacan, siz Nəcəfin xərclərinin neçəyə başa gəldiyini soruşursunuz. 100 manat kifayət edər. Bu yaxınlarda mənim 30 manat qazancım olacaq. Siz 70 manat göndərsəz kifayətdir. O burada mənimlə olduğu müddətdə özünü çox yaxşı aparır. Ancaq hərdən möhkəm darıxırdı. Bu isə məni yaman kədərləndirir. Buna görə də mən onu geri qaytarmaq qərarına gəldim. Yeganə səbəb budur ki, onun burada görə biləcəyi heç bir iş yoxdur. Onun Brüsseldə qalmasın, mən artıq hesab edirəm. Doğrudan da bir adamı boş yerə istirab çəkməyə niyə məcbur eləyəsən? Halbuki onun burada görəcəyi heç bir iş yoxdur. Vəssalam. Sevimli Rəşid, keçən məktubda ananın foto şəklini sənə göndərmişdim. İndi isə Xan Baba xanım, Gülsə xanımın, Mənsur Mirzənin və Mələksimə xanımın şəkillərini göndərdim. Mənim keçən məktubumda verdiyim suallara cavab yaz və foto şəkillərin çatması haqqında məlumat ver. Mayın sonlarında Şəkiyə girəcəyik. Hamımız sağ və salamatıq. Ələkbərlə birlikdə günümüzü keçirərək Kəmalı Dövlənin nə vaxtsa nəşr ediləcəyinə və ümumdünya şöhrəti qazanacağına ümid bəsləyirik. Sevimli balam, bilmirəm bu arzuma çatacağım ya yox. Bəlkə o da köhnə müsəlman əlifbasını dəyişmək kimi bir arzu olaraq ürəyimdə qalacaq. Və məndən sonra bu iki ümidimi həyata keçirmək sənin öhdənə düşəcəkdir. Mən vətəndən uzaqlarda, Avropada xalqımın vəziyyətini daha yaxşı duyur və hiss edirdim. Məlumdur ki, sənin maarifçiliyinin başlıca məqsədlərindən biri də ərəb əlifbasını dəyişmək olmuşdur. Öz həyatının idealı sandığın bu işə böyük əmək sərf etmişsən. Benjamin Gastino fransız ədəbiyyatçısıdır. Gastinonun ədəbiyyatda ilk addımı kapitalizmlə fəlsəfənin mübarizəsi əsəridir. O, Fransa burjua demokratik inqilabı dövründə siyasi mübarizədə fəal iştirak eləyir. Xalq dostu qəzdində yazdığı bir sıra məqalələrinə görə həbs olunaraq 1852-ci ildə Əlcəzairə sürgün edilir. Həbs cəzası qutarandan sonra Fransaya qayıdan Gastino yenidən qızğın ədəbi fəaliyyətə başlayır. Amma bir müddətdən sonra 1858-ci ildə həbs olunaraq yenidən Əlcəzairə sürgün edilir. Amnistiyadan sonra vətənə qayıdan Gastino ədəbi fəaliyyətini davam etdirir. O, Kommunal Kitablar İnspektoru təyin edilir. Paris Kommunasının məğlubiyyətindən sonra Gastino yenə də həbs olunaraq qala həbsxanaya salınır. Bu həbs cəzası da qutarandan sonra Parisə qayıdır. Gastino 1904-cü ildə vəfat eləyib. Kafedə mənim oturduğum stolda sakit
ağayana bir şəxs yerləşmişdi. Onun təxminən 53 yaşı olardı. Lakin biz bir-birimizə heç bir söz demədik. Çünki siz mənim xasiyyətimə yaxşı bələdsiniz. Yaxından tanış olmadığım adamla söz tapıb danışa bilmirəm. Beləliklə mən ətrafıma nəzər salırdım. Hərdən də gizlincə qonşumu süzürdüm. O da altdan mənə baxırdı. Nəhayət tilsim qırıldı. Bağışlayın cənab. Siz bizim tərəflərin adamlarına oxşamırsınız. Elədir, mən Rusiyadan, Qafqazdan gəlmişəm. Özüm də Azərbaycandanam. Oo, Qafqaz, Azərbaycan çox gözəl yerlərdir. Mənim Rus yazıçılarına böyük hörmətim, rəğbətim var. Mən Pushkin, Gogol, Turgenevin əsərlərini dönə-dönə mütaliə edirəm. Mənsə Aleksandr Dumas, Paul de Kock, Yevgeni Syu, Victor Hugo'nu çox oxuyuram. Aleksandr Dumas, Paul de Kock böyük istedadlı yazıçılardır. Yevgeni Syu daha istedadlı yazıcıdır, lakin liberaldır. Lakin onlar Victor Hugo kimi böyük istedad deyirlər. Bu doğrudan da belədir cənab. Hugo adi yazıçılardan deyil, o dahidir. Bəli. Doğrusu cənab, sizinlə tanış olmağıma çox şadam. Sizin adınızı soruşmaq mənim tərəfimdən ədəbsizlik olmaz mı? Xeyr, qətiyyən mənim adım Benjamin Gastino'dur. Mən özüm fransızam. Benjamin Gastino. Bəli. Sizin adınız mənə tanış gəlir. Mən sizin əsərlərinizi oxumuşam. Siz Belçikalısınız? Xeyr, mən fransızam, özdə Parisdənəm. Əsərlərimin çoxsu elə bu iki şəhərdə tez-tez nəşr olunur. Mən uzun müddət Əlcəzairdə olmuşam. Elə bir əsərimi də bu ölkəyə həsr eləmişəm. Çox gözəldir. Mənim atam da yazıçıdır. Mənim tərəfimdən Monsieur Gastino'ya təzim edib de ki, Monsieur Jordan komediyası haqqında onun qənaəti ilə tamamilə razıyam. Qoy Monsieur Gastino onu kitabça şəklində nəşr etmək təşəbbüsündə olsun, bəlkə oxucular üçün maraqlı oldu. Səhnə üçün mənim komediyalarımdan belə düşünürəm ki, Vəziri Xan Lənkəran, Xırs Quldurbasan və Hacı Qara münasib olar. Onlar Tiflisdə oynanılıblar, bu yaxınlarda Bakıda da oynanılacaq. Monsieur Gastino, siz atamın komediyalarını oxudunuz? Oxudum, özü də sevə-sevə oxudum. Atanızın dərin zəkası, zəngin mənəvi aləmi məni heyran etdi, Monsieur Rəşid. Mən bu komediyalarda Şərqin Molyerini gördüm. Atam Molière'i çox sevir. Bəs Monsieur Rəşid, atanızın komediyalarında xalq niyə görə bu qədər avam göstərilir? Onları o günə qoyan mühitdir, Monsieur Gastino. Ancaq mənə elə gəlir ki, bu piyeslər sizin müsəlman dünyanıza aydın qavranılır. Avropa xalqları isə atanızın piyeslərini çox çətin başa düşərlər. Ne üçün? Nəyə görə? Ona görə ki, bu sadə adamlar varlıların, meşşanların, fırıldaqçıların qurbanı olur, onların gülüş hədəfinə çevrilir. Əlbəttə, adət ənənəsinə bələd olmadığınız bir xalqın dərdindən, kədərindən danışmaq bəlkə də siz əznəblər üçün maraqsızdır. Heç də yox, Monsieur Rəşid, heç də yox. Axı kimin nəyinə lazımdır ki, Azərbaycanın hansı bir kəndindənsə bir dərviş gəlib, iki avam qadını aldadacaq, onlardan xeyli pul alacaq, sonra güya Parisi dağıdacaq. Siz atamın komediyalarını ələ salırsınız. Heç də yox, Monsieur Rəşid, heç də yox. Bu piyes bizim fransız teatrlarının repertuarına o qədər uyğun deyil. Nə buranın, nə də fransız tamaşaçılarının heç də xoşuna gəlməyəcək. Bilirsinizmi, bizim qərb tamaşaçıları üçün yazılmış piyeslərdə əsasən nəyə fikir vermək lazımdır? Hayküyə, bayağı intriqaya.
Bir sözlə kütlənin gözünə kül üfürmək lazımdır. Əgər tamaşaçılar əsl sənət baxımından, əsl böyük ədəbiyyatdan baş açsaydılar, onda atanızın komediyaları bəlkə qərbdə də oynanıla bilərdi. Ancaq çox təəssüflər olsun ki, bu belə deyil. Atanızın komediyalarından xeyli zəif əsərlər var ki, əsl sənət baxımından bəlkə də cəfəngiyatdır, amma kütlənin isə xoşuna gəlir. Çünki onlara şit, məzə, çılpaq etirazlar, göz qamaşdırıcı dekorasiyalar daha çox maraqlandırır, daha çox əyləndirir. Deməli, bu səbəbdən də nə burada, nə də Parisdə heç bir direktor bu əsərlərin tamaşaya qoyulmasına icazə verməyəcək. Çünki onlar alverlə məşğuldurlar. Bir halda ki, bu piyeslərə az tamaşaçı baxacaq, deməli, onlara az da gəlir gətirəcək. Hər halda mən istərdim ki, atamın komediyalarından heç olmasa birisi Belçika səhnəsində göstərilsin. Müsyo Rəşid, mən sənə yalnız onu başa salmağa çalışdım ki, atanızın komediyaları bizim şıltaq dünyamızın ab-ı havasını dəyişə bilməyəcək. Müsyo Rəşid, sizin burada tanışlarınız çoxdur. Deyirəm, bəlkə atamın kitabını çap elətdirə bildik. Bax, buna söz verə bilərəm. Mən hər halda çalışacağım ki, atamın komediyalarından heç olmasa birisi burada tamaşaya qoyulsun. Müsyo Rəşid, mən belə görürəm ki, siz tükənməz enerjinizlə, öz əməksevərliyinizlə atanızın ideyalarını Avropada mütləq yayacaqsınız. Atanıza qarşı bu dərin məhəbbət məni riqqətə gətirir, Müsyo Rəşid. Riqqətə? Amma Rəşid piyeslərimin tərcüməsinə necə gəldi, nail olmaq istəmirdi. Məqsədi sadəcə olaraq yaradıcılığımı təbliğ etmək deyildi. O həm də çalışırdı ki, bu tərcümələr dilin tələbinə və ruhuna uyğun olsun. O hətta öz tərcümələrinin kələ-kötür yerlərini belə Qastinodan hamarlamağı xahiş etmirdi. Piyeslərimin səhnə təcəssümünə gəldikdə isə onun başlıca məqsədi Azərbaycanlılara xas olan adət və ənənələri Avropalılara bütövlükdə çatdırmaqdaydı. Mən belə hesab edirəm ki, tamaşa baş tutacağı tədbirdə kostyumları mütləq Qafqazdan gətirmək lazımdır. Çünki onları Brüsseldə heç kim tikə bilməz. Onlar xüsusi biçimli, ancaq Azərbaycanlıların geyimi olmalıdır. Atacan, mənim cəhdim yalnız zahiri bənzəyişləri saxlamaqla məhdudlaşmır. Mən istəyirəm ki, Avropalılar xalqımızın mənəvi həyatı, daxili aləmi ilə mümkün qədər tanış ola bilsinlər. Oğlum, onda mən tamaşanın iştirakçıları üçün izahat yazmalıyam. Hansı rolün hansı xarakterə malik olduğunu təsvir edirəm. Atacan, çox xahiş edirəm, yazın. Bunsuz aktyor rolu tamaşaçıya pis çatdırar. Effekti olmaz. Çünki o Qafqaz adətlərini bilmir. Çox güman ki, izahatsız rolun məğzini aça bilməz. Məni xüsusilə narahat edən budur ki, tamaşaya quruluş verən Avropalı rejissor əks tədbirdə tamaşanın qəhrəmanlarını İtalyanlıya yaxud Fransıza bənzədər. Əsər isə bundan çox ziyan çəkər. Mən sənin yox, böyük bir mütəfəkkirin, yazıçının yaradıcılığını təbliğ etdiyimi bilirəm və bu xeyirxah işin uğurla nəticələnəcəyinə inanıram. Müsyo Rəşid, mən sizin atanıza bu məzmunda məktub yazmışam. Xahiş edirəm dinləyin. Qafqaz canişinliyinin baş idarəsi dəftərxanasının mütərcimi Polkovnik Mirzə Fətəli Axundov cənablarına. Hörmətli Axundov cənabları, yeri gəlmişkən söhbət əsnasında mən sizin əhəmiyyətsiz xırda yazıçılardan olmadığınızı anladım. Onu anladım ki, istedadınız hər yerdə qəbul olunur.
Bir çox jurnallar, məşhur tənqidçilər belə sizin barənizdə etimadla danışırlar. Daha heyrətamizi budur ki, bu hər bir ədəbiyyatçı ilə baş vermir. Hamı bir səslə sizin talantınızı təsdiq edir. Elə bir dərrakəli tənqidçi yoxdur ki, bu fikrin ziddinə getsin. Hörmətlə, sizin pərəstişkarınız cənab Qastin. Necədir? Əla. Mən Brüssel teatrının repertuarları ilə tanış edim. Tez-tez tamaşalara baxıldım. Pyeslərin fransızcaya tərcüməsindən sonra onlar şübhəsiz ki, qəzet və jurnallarda dərc edilməlidir. Rəşidin xahişi ilə atası komediyalarının bir neçə nüsxəsini ona göndərmişdi. Müsyo Jordanın tərcüməsinə başlamışam. İndiki vaxtda bir dəqiqədə olsun asudə vaxtım yoxdur. Ona görə indiyə qədər cəmisi 2 pərdəni qurtarmağıma təəccüblənmirəm. Rəşid atasının komediyalarını səhnəyə çıxara bilmədiyinə görə çox əzab çəkirdi. O, Qastino ilə birlikdə Kəmaləddövlə məktublarının tərcüməsinə başlamışdı. Əsərə mükəmməl bələd olmadığına görə Qastino Rəşidə tez-tez suallar verir, mübahisələr eləyirdi. Siz belə hesab edirsiniz ki, xalqın, ölkənin bədbəxtliyinin əsas səbəbi İslam dinidir. Din problemi aradan qaldırılsa, güya despotizm məhv edilər. Bütün şərq xalqları da saadət əldə edə bilərlər. Bəli, dinin təsiri nəticəsində xalqın qabiliyyət cövhərini past tutmuşdur. Xalqın qabiliyyət cövhərini? Bəli, din xalqı insanlıq şərəfindən məhrum edir. İnsanlıq şərəfindən məhrum edir. Bəli, Müsyo Qastino, İslam dini, ruhanilər mənəvi azadlığı bizim əlimizdən alırlar. Mənəvi azadlığı bizim əlimizdən alırlar. Bəli, bu zalimlar yüksək fikir, sağlam düşüncə sahiblərinə danışmaq imkanı vermirlər. Danışmaq imkanı vermirlər. Onlar insanları dünyəvi zövqlərdən məhrum edərək daim behişt xülyaları ilə aldadırlar. Atam göstərir ki, bütün dinlər belədir. Bax, elə İslam dininin özü. İslam dininin özü nə onlara, nə də onların işğal etmiş olduğu xalqlara heç bir xeyir verməmiş. Əksinə, ziyan vermişdir. Görün atam nə yazır. Qoy bizim millətimiz də biraz gözü açılıb fanatiklikdən çıxsın. Vətənpərvər olsun. Onda hər nə desən baş tutar. Patriot ibarətdir o kimsədən ki, vətən təəssübü üçün, millətinin məhəbbəti üçün can, malını müzayiqə etməyən və millətinin mənfəəti, azadiyyəti üçün səy edib cəfakeş olan. Bu halət, xasiyyət həmişə qeyrətmənd şəxslərdə biruz edər. Yaxşı melodiyalar çala bilirəm. Çox gözəl. Nə olsun ki? Mən istəyirəm siz mənim melodiyalarıma qulaq asasınız. Xanım qız, mən nə musiqiçiyəm, nə də musiqişünas. Mən hamısını bilirəm. Siz sənətə qiymət verməyi bacaran adamsınız. Ona görə də istəyirəm məni dinləyəsiniz. Mən sizi tanımıram axı. Sizin adınız Rəşiddir. Hə. Özünüz də uzaqlardan. Lap uzaqlardan gəlmişsiniz. Siz məni hardan tanıyırsınız? Mən hələ sizin haqqınızda çox şey bilirəm. Maraqlıdır. Bəlkə siz falçısınız? Mən yalnız yaxşı adamları tanıyıram. Xanım qız, mən heç də yaxşı adam deyiləm. Bu saat sizə kobud bir söz deyib, skripkanızı da əlinizdən alacağım. Özünüzü şər atmayın. Siz bizim şəhərdə mühəndislik oxuyursunuz. Atanız da yazıcıdır. Mən belə görürəm ki, siz məni yaxşı tanıyırsınız. Elə isə icazə verin,
sizi özüm qaldığım mənzilə dəvət edim. Oturaq, söhbət eləyək. Siz isə skripkada çalarsınız. Ev sahibi kobud adam değil ki. Siz bayaq dediniz ki, məni yaxşı tanıyırsınız. Əgər məni yaxşı tanıyırsınızsa, onda bilməlisiniz ki, mənimki kobud adamla tutmaz. Buyurun. Reşit. Niçin soruşmursunuz ki sizi hardan tanıyıram? Niçin? Ben size yakınlaştım. Çünki siz falsısınız. Ben? Ben Zino'nun kızıyım. Atam sizin barədə mənə çoxlu danışıb. Sonra özü. Bir neçə dəfə siz universitetdən çıxanda kənardan durub tamaşa eləmişəm. 100 adamın içində sizi tanımışam. Dili burulanda qabağınızı kəsdim. Atanız mənim yanıma gələndə onunla da gələ bilərdiniz. Mən istədim özüm sizi görüm. Özüm də tanış olum. Yaman gülməli qızsan. Deməli xoşuna gəlməsəydim tanış olmayacaqdın, hə? Ne üçün? Onda atamla gələcəkdim sizə. Başa düşdüm. Gör nə vaxtı söhbət eləyirik, amma heç adını soruşmamışam. Adım Mariyadır. Mariya. Nə gözəl adın var. Bizdə Azərbaycanda səni Məryəm çağırardılar. Meryem. Güzel seslenir. Senin adın koyulsun. Ah, Roşal. Mənim adımı niyə dəyişirsən ki? Çünkü senin adın bizim dilde böyle seslenir. Yox, bilirsən. Mariya sizin dilinizdə müqəddəsdir, Məryəm isə bizim. Ona görə mən səni Məryəm deyə çağıra bilərəm. Amma Roşal Allah bilir kimin adıdır. Düz deyirsən. Heç özüm də bilmirəm Roşal kimin adıdır. Sənin adın Bəşəri addır. Senin dediğin o Azerbaycan. Görəsən gözəl yerdir. Azərbaycan. Azərbaycan elə bir yerdir ki, orada uca dağlar, uçsuz bucaqsız meşələr, çaylar, gözəl qızlar. Güzel oğlanlar. Azərbaycan dünyanın ən qədim ölkələrindən birisidir. Ora düşmən niyyəti ilə gələnlər başsız qayırlar. Dost niyyəti ilə gələnlər isə ucalıblar bizim dağlar kimi. Atam az da olsa məlumat verib. Bir də deyirlər Qafqaz adamları yaman çolğun, davakar olurlar. Onu bizim düşmənlərimiz deyir. Əksinə, Qafqaz cəmaatı dosta qarşı xoş, düşmənə qarşı sərt xalqdır. Düzdür, pisləri də var aralarında. Meşə çaqqalsız olmaz, bizdə belə deyirlər. Ben isterdim Azerbaycan'ı görüm. Öz gözlerimle bakım bu mənzərələrə. Atan icazə versə, gedərik mənimlə. Reşit, senin anan var. Var. Mənsə heç vaxt anamı görməmişəm. Məryəm. Senin ananın adı nedir? Tubu. Tobi. Tubi yox. Tubu. 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 Çok qəşəng addır. Sənin
ürəyində ana niskili olmasaydı, mən sənə onunla o qədər şeylər danışardım ki. Ben çok sevinirəm ki senin anan var. İnsan anadan yetim kalır. Ağlama Maria. Sen yetim değilsin. Reşit, necə olur sənin üçün? Ava Maria. Ava Maria, bu hardan ağlına geldi? Sadece olarak senin adından bağlı olduğuna göre. Mən bu əsəri çalanda qorxuram. Ne için? Bilirsən, bizim bu soyuq, yeganə adamların arasında mənə elə gəlir ki, Maria təkdir. Onun təkliyi məndə faciə doğurur. Axı nə üçün insanlar öz dinini, ağlını, görkəmini itirib, yalnız mənfəətlərini güdürlər? Maria onların arasında təkdir. Onlar pis, bəd əməllərdən sonra kilsəyə gedib, yalandan, bəlkə də bu əməllərin qorxusundan bağışlamaları haqda ona dua eləyirlər. Yazıq Maria nə etsin? Bəzən mən onun səsini eşidirəm. O deyir ki, insanlar həyata yaxşılıq etmək üçün gəlirlər. Yaxşılıq insanı əbədiləşdirir. Pis əməllərsə onu mənən şikəst edir. Axundovun Rəşidə göndərdiyi məktublar sevən ata ürəyinin evladına bütöv bir həyat proqramı idi. Rəşidin cavabları isə dərindən dərk edilmiş oğulluq borcunun təcəssümü idi. Mənim sizə nə qədər etibarlı olduğuma siz az da olsa şübhə etməyin. Sizi sevir və hər şey üçün ehtiram bəsləyirəm. Siz mənim üçün nə edirsinizsə hamısını görür, heç nəyi unutmuram. Həmişə düşünürəm ki, sizə imkanım daxilində ehtiramımı bildirmək üçün bacardığım qədər kursu tez qutarım. Ata, mərhəmətli xeyirxahlığınız məni riqqətə gətirir. Çalışacağım ki, etimad və sevginizə bundan da artıq layiq olum. Valideynlərinə məhəbbət, qayğıkeşlik Rəşidin əsas qayğılarındandır. O, məktublarının birində anasının, yaxın qohum qardaşlarının şəkillərini göndərmələrini xahiş eləyir. Çünki bu şəkillər qürbət ölkədə onun üçün doğma vətən qoxusu idi. O məktublarının bir çoxunu təxminən belə başlayır. Sizi sakit etmək üçün yazır və təkrar edirəm ki, məktub yubanarsa narahat olmaq lazım deyildir. Həqiqətən anam olduqca xeyirxahdır. Heç bilmirəm ona necə minnətdarlıq edim. Anam mənim məktubunda danlayır ki, hələ də dayıma bir məktub göndərməmişəm. Bu işdə günahkar olduğumu etiraf edirəm. Buna baxmayaraq çalışaram ki, bu yaxınlarda ona yaxşı, uzun, əsasən maraqlı bir məktub göndərim.
Rəşid müharibəyə qarşı tez-tez nifrətini bildirir. Rədd olsun müharibə. Allah bilir insanlar müharibələrdən nə vaxt əl çəkəcəklər. Mən Rəşidin vətənpərvərliyini xüsusi qeyd etmək istəyərdim. O vətənini coşqun bir ehtirasla sevir. Lakin bu məhəbbət fanatikcəsinə deyil, ağla istinad edən, yaxşını da, pisi də seçməyə qadir olan böyük bir duyğudur. Məryəm, anamdan məktub var. Yəqin yenə pul göndərir. Yox, pulu dünən almışdım. Nə yazılır? Yoxsa... Yazır ki, atam xəstədir. Özünü tez yetir evə. Qorxma, heç bir şey olmaz. Ata tezliklə sağalar, inşallah. İnanmıram. Eğer ciddi bir şey olmasaydı, anam özü mənə məktub yazıb çağırmazdı. Getmək istəyirsən? Gərəklə bugün yola düşəm. Dərslərin? Gəlib sonra davam etdirərəm. Ayrılıq nə yaman şeydir. Bu az vaxtı sənə yaman öyrəşmişəm, Rəşid. Məryəm, atam sağalan kimi tez qayıdacağım. Ayrılanda həmişə belə deyirlər. Ayrılığın üzü bəd olur. Kim bilir bir də nə vaxt görüşəcəyik. Məryəm, sən mənə inanmırsan ki qayıdacağım. Elə demə, Rəşid. Mən sənə inanıram. Ancaq biz elə dövrdə yaşayırıq ki, hər şey biz bir göz qırpımında dəyişə bilər. Mən zamanıya inanmıram. İnan Məryəm, atam sağalan kimi mütləq qayıdacağım. İnanmıram. Nədir bu? Jurnaldır. Atanın piyesi burada çap olunub. Nə yaxşı oldu. Sağ olsun Misyo qəsdini axır ki çap etdirdi. Bəs bunu bayaqdan niyə vermirdin mənə? Sevinç əlimdəykən bəd xəbər qapını döydü. Gör nə gözəl ön söz yazılıb. Avropa Maliyerlə fəxr edirsə, Şərq Mirzə Fətəli Axundovla fəxr eləməlidir. Pak Allah'tan bircə arzum var ki, əcəl mənə o qədər ömür verəydi ki, bir-birimizi görəydik. Lakin bilmirəm, bu arzuma çatacağım ya yox. Çünki qocalmışam. Yaşım 65'e çatdı. Allah mənə o qədər ömür verəydi ki, Rəşidin Belçikadan qayıtmasını görüb özüm ona toy edəydim. Bundan sonra heç bir dərdim olmazdı. Sonra da Kəmali Dövlə məktublarını və 20 başqa əsərini gələcək nəsillərə yadigar qoyub gedəydim. Bu fani dünyanı tərk edəydim. Gəlin, əl-ələ verək. Xalqın xoşbəxtliyi naminə çalışaq.
demeyin ki Mirzə Fətəli sənə nə var? İnsanlar təbiətlərinə görə heç bir şeyi başqasına bağışlamaq istəmirlər. İlik elə bir şeydir ki, onun sahibi onu bir kimsəyə bağışlamasa dərdə düşər. Ömrü üstə və kədər içində keçər. Ana, atamın son nəsiyyəti nə oldu mənə? Hiçbir söz diyebilmedim oğlum. Ana, Hiçbir söz diyebilmedim. Atanın tabutu bir neçə gün evdə qaldı. Bircə müsəlman tapılmadı ki, onu çiğinlər üstə qəbristanlığı qədər apara bilsin. Canişinlikdən bir neçə qasak gəldi. Elə olanı da dəfn etdiler. nə üçün axı? Çünki böyük insan idi. Xalqının yolunda saç ağardıb, ürək xəstəliyinə mübtəla olub. Bütün dünya ilə böyük bir mütəfəkkir kimi danışıb, öz xalqının isə qəbir kimi sükut içində keçən güzəranını dəyişə bilməmişdi. Mən bilirəm bu bədbəxt gündə onun ardınca lənət oxuyanlar, Müsyo Jordanlar, Hacı Qaralar, kimyagərlər öz əkslərini görüb özlərindən çıxmışlar. Azərbaycanın qəmli qüssəli tarixində belə faciələr azmı olub? Mən inanıram ki, vaxt gələcək, xalqımız ona heykəl qoyacaq. Əsərlərini sevə-sevə oxuyacaqlar. Yaş, sen diyen kim olaydı? Oğul, yaş sen diyen kim olaydı? Atamın adı fərəhlə çəkiləydi. Bu nədir ana? Atanın son məktubu. Yok, ağlayamam. Bu mektup seni sarsılmasın oğul. Benimse boyum ölmeyip, bu yaşayır sensen. Benim günüm günsün, sen boyum.
Mənəvi istinadgahımı, ustadımı, müəllimimi itirdim. Artıq həyatımda bir boşluq yaranmışdır. Atasının ölümündən sonra Rəşidin həyatı faciəli olub. O, vətənə qayıdandan sonra uzun müddət özünə iş tapa bilmir. Rusiyanı dolaşır, Fransız sosialistləri ilə əlaqəsi olmasından şübhələnən polis onu nəzarət altında saxlayır. Öz doğma xalqından, ictimai mübarizədən ayırır. Çar polisinin qovub saldığı həyat burulğanından çıxış yolu tapa bilmədiyindən Rəşid özünü öldürür. Mən Rəşid bəy Axundov xalqımın işıqlı gələcəyinə inanıram. Gəncliyin arzularıdırmı? Hisslərin uzaq görənliyidirmi? Bilmirəm. Ola bilsin ki, hər ikisidir. Saralmış bu köhnə məktublar həm ötən əsrdə Azərbaycan ziyalılarının keçdiyi uzun yolu, həm də nəcib, gözəl sifətlərə malik olan Rəşid bəy Axundovun həyatını müasirlərimizin gözləri önündə canlandırır. Bu da son məktublar. Onlar bizə yaxın keçmişimizin mənəvi tarixindən çox şey deyir.